Prezident İlham Əliyev aprelin 9-da AD Universitetində keçirilən Yeni Dünya Nizamına doğru mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunaraq bildirib ki, Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar. Dünyaya real gözlə baxmalıdırlar. Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyirlər. Prezidentin çıxışı beynəlxalq münasibətlərdə reallığa, obyektivliyə və çoxqütüblü dünyadakı düzgün yanaşmalara çağırışdır. Prezidentin çəhrayı eynəkləri çıxarmaq tövsiyəsi isə daha çox Avropa Komissiyasının özünə məxsus ideoloji və geopolitik perspektivlərini tənqid edir. Bu ifadə qurumun yanlış və qeyri-obyektiv baxışını ifşa etməyə, həmçinin beynəlxalq münasibətlərdə müstəqilliyin, hörmətin və bərabər hüquqluluğun təşviqinə yönəlib. Avropa Komissiyasının Cənubi Qafqazdakı mövqeləri ilə bağlı səsləndirilən fikirlər, həm də regiondakı hər bir ölkə başçısının vurğuladığı məsələlər yeni dünya nizamının formalaşmasında dövlətlərin öz milli maraqlarını hər şeydən üstün tutmasının vacibliyini, həmçinin dünya siyasətində balanslı və obyektiv yanaşmanın bərqərar olmasını ehtiva edir. Bugün Avropa Komissiyası özünü siyasi GPS kimi təqdim etməyə çalışır. Göstərdiyi yol xəritəsi isə doğru istiqamətə aparmır. Qərbin digər ölkələrə müdaxilə cəhdləri bölgələrdə parçalanmalara və münaqişələrə yol açır. Ölkələrin uzun müddətli xaosa sürüklənməsinə səbəb olur. Liviya, Suriya və Ukrayna kimi coğrafi məkanlar Avropa Komissiyasının müdaxilələrinin acı nəticələrinin canlı şahidləridir. Əgər Avropa Komissiyası həqiqətən də ədalətli, bərabər hüquqlu və sabit beynəlxalq mühitin qurulmasında maraqlıdırsa, başqalardan dərs vermək əvəzinə ilk növbədə öz siyasətini güzgü tutmağı öyrənməlidir. Əks halda siyasi GPS rolu yalnız səhv istiqamətlərə, həm də qaranlıq uçuruma doğru aparır.